Salam değerli izləyicilər, hər birinizin hər vaxtınız xeyir olsun. Gəncə Mal Bazarı 3-cü, 6-cı Xadına günləri işləyir. Buraya gördüyümüz hal-hazırda Toyuq bazarıdır. Sabahları Toyuq bazarı, Quş bazarı işləyir. 6-cı bazar günlərdə Mal bazarı işləyir. Sabah həmçinin mal da olacaqdır, qoyun da olacaqdır, toyuq cücü də olacaqdır. Həmçinin göyərçin də olacaqdır. Gördüyünüz kimi hazırdır. Yeni il qabağı hədiyyədir. Bazar rəhbərliyi açıldı. Xadına günü qoyunla inək bazar işləyibdir. Sabahlarda Allahın köməkliyi ilə mal bazarının açılışıdır. Qoyundur, quşdur, itdir. Belə deyim də. Toyuq cücədir, göyərçindir. Hər birinin açılışıdır sabahları. Hələ ki toyuq cücə bazarına, quş bazarına 3-cü günə salıblar. Hələ dəqiq bilinmir, havası günlər fəaliyyəti olacaqdır. Yəqin ki, çox güman ki, yenə həmənki kimi bir vaxt müddət keçəndən sonra həmənki kimi yenə bazar günü olacaqdır. Amma belə həftənin 3 günüdür. 3-cü, 6-cı bazar günləri. Qarşıdan gələn yeni il bayramı münasibətilə hər birinizdə təbrik edirəm. Sizlərdən də xahişimiz olsun ki, videolarımızı bəyənəsiniz ki, daha çox insan qabağına çıxsın və hər birinin məlumatı olsun. Bugünlük bu qədər dəyərli izləyicilərimiz. Sabah inşallah çəkilişlərimizlə görüşərik.